Salam, bugünkü mövzumuz söz yaradıcılığı. Söz yaradıcılığı uşaqların ən çox çətinlik çəkdiyi bölmələrdən biridir. Leksik şəkilçini ayırmaq, qrammatik şəkilçini ayırmaq. Amma bu günləri biz daha rahat yol, yəni yaxud leksik şəkilçini əzbərləməyə heç bir ehtiyac yoxdur. Qrammatik şəkilçini heç əzbərləməyə heç bir ehtiyac olmadan sözlərin ayıra biləcəyik. Deməli, sözlərin lüğəvi mənasına görə iki yerə bölünür. Leksik lüğəvi mənası olan sözlərimiz var. Bir də lüğəvi mənası olmayan sözlərimiz var. Leksik lüğəvi mənası olan sözlərimiz əsas niksələrdir. Əsas niksələrin həm leksik mənası, həm də qrammatik mənası var. Məsələn, nə demək leksik mənası olan söz? Qələm sözünün leksik mənası nə olacaq? Yazı yazmaq üçün bir vasilə, bir əşya. Qrammatik mənası nə olacaq? İsimdir, nə sualına cavab verir, daha sonra konkret isimdir, gözlə görə bilirik. Bu cür ayırırıq. Yəni, deməli, əsas niksələrimizin isimlər, feylə kimi hamısının həm leksik, həm də qrammatik mənası var. Köməkçi niksələrimiz isə yalnız qrammatik mənası var. Məsələn, ilə. İlə şimdi deyə bilmirik ki, leksik mənasını aça bilmirik. Deməli, bunun leksik mənası yoxdur. Amma qrammatik mənası var. Yaxşımı? Məsələn, bağlayıcıdır. Bunu belə ayıra bilirik. İndi isə gəlin, söz yaradıcılığına digər sözlərə baxaq. Deməli, işarələrimiz var. Bu neyin işarəsi? Bu sözün kökü. Sözün kökünü təhlil edərkən işarəmizdir. Kök, sözün kökü ayrılıqda işlənə bilir. Həm leksik, həm qrammatik mənası ola bilər. Bu neyin işarəsidir? Qısaca yazalım. Leksik şəkilçinin işarəsidir. Leksik şəkilçisi ayrılıqda işlənə bilməz. Sözə qoşularaq yeni bir məna yaradır. Yəni, yeni bir nitq hissəsi, yeni bir söz yaradır. Bu nədir? Qrammatik şəkilçi. Qrammatik şəkilçi yalnız sözün formasını dəyişir. Yeni bir söz yarata bilmir. Bu da sözün başlanğıc forması. Başlanğıc formanı biz götürürük uşaqlar. Son leksik şəkilçi qədər olan hissə. Son leksik də daxil olmalı. Son leksik şəkilçi qədər olan hissə. Məsələn, bir nümunə deyim. Sözün kökü əkirsən, nə olur? Əkin. Yeni isim olur, əkin ismi olur. Əkmək verilən əkin ismi. Yenə də oldu əkinci. Yəni, onu əkən şəxs. Üçünə yeni söz yaradır. Sözün kökü oldu əkin. Dedik ki, başlanğıc forma nədir? Son leksik qədər olan hissə. Beləli, sözün başlanğıc forması olacaq əkinci. Bəs desəm ki, söz hansı nitq hissəsindən yaranır? Gəlib onda kökü götürmürsünüz. Söz hansı nitq hissəsindən yaranır deyə bir sual rastlaşanda son leksik şəkilçini silirik. Əkin. Deməli, əkinci ismi, əkin ismindən əkinci ismi yaranır. Bəs desək sözün kökü nədir? Əkmək deyil. Yəni, mamili xəyalən artıq bir səskən, deməli, bu feildir. Sözün kökü olacaq əkmək feili. Hansı leksismə yaranır deyəndə son leksiki sildik, sözün başlanğıc forması deyəndə isə təmiz, axırıncı leksik şəkilçi qədər olan hissəni götürürük. Bəs deyərsiniz ki, ay müəllim, mən bir söz elə mənə verir, təkcə ək. Bəs bunun başlanğıc forması nə olacaq? Kök nədirsə, başlanğıc formada olacaq. Bəs deyərsiniz ki, ay müəllim, heç ola bilməzmi ki, qrammatik şəkilçidən sonra leksik şəkilçi gəlsin? Ola bilər. Deməli, bir qayda var, bizim qaydamız nədir? Azərbaycan dilində birinci gəldi kök, ardıcılığı, sonra leksik, sonra qrammatik. Amma bəzi hallarda bu qayda pozulur. Necə olur? Kök olur, qrammatik olur, leksik olur. Bunun üçün 4 dənə şəkilçimiz var. Hansı şəkilçilərimizdir? Daçı, gil, bir cür yazılır, sız, siz, susuz, 4 cür yazılır, bir də kül, kül. Bu şəkilçilərimiz qrammatikdən sonra gələn leksik şəkilçilərimizdir. Məsələn, nümunə deyirəm ki, xalam, gil. Sözün kökü nədir? Sözün kökü də uşaqlar, ümumən bu sözü aid olmalıdır. Sən sözün kökünü, bu sözü aid olmayan, ola bilər sözün kökündə mənalı bir hissə olar. Amma mütləq bu sözü aid olmalı. Deməli, sözün kökü olacaq xala. Xalam, mənim xalam, şəxs bilir. Gel olacaq leksik. Bəs deyərsiniz ki, ay müəllim, bunun sözün başlanğıc forması nə olacaq? Son leksikə qədər demişdik, içində qrammatik olmasın. Amma artıq son leksik artıq da xalam. Belə bunun başlanğıc forması olacaq xalam. Aydın oldu? Heç bir çətinlik yoxdur. Bir-iki dənə şəkilçilərimiz var ki, bunlara mütləq diqqət edilməliyik. Hansı şəkilçilərimizdir? Harada? Dık. Bax, 4 cür yazın. Təkcə dık yox.
Bunu dik kimi də verə bilər sənə. Dük kimi də verə bilər sənə. Bunu 4 cür harda gördün, parçalayırsan. D ayrı qrammatik, Q ayrı qrammatik. Harda gördün, fərqləmir. D-i bir yerdə qrammatik götürməyəcəksən. Harda gördün, parçalayırsan. Sonra mar-mas şəkilçilərimiz var. Bunları görüb ən çox feillərdir. Çünki inkar bildirir. Bunun A-sı düşür. M-ni ayrı qrammatik, A-rı ayrı qrammatik. Harda görün? M-ni ayrı qrammatik, mas. M-ni ayrı qrammatik, azı ayrı qrammatik. Fərqləmir. Harda görürsünüz, parçalayırsınız. Daha sonra bunlarda əsas diqqət etməli şəkilçilərimiz bunlardır. Bir də uşaqlar, leksik şəkilçilərimiz bir variantlı olur. Məsələn, bir şəkilçisi, 2 variantlı rast gələ bilərik. Daha 4 deyil, məsələn, 4 variantlı rast gələ bilərik. Qrammatik şəkilçilərimizin hamısı millidir. Leksik şəkilçilərimizin 2 və 4 cür yazılanlar millidir. Bir cür yazılan şəkilçilərimiz var. Geldi, soğudu, sal şəkilçilərimiz, bunlar millidir. Qalanlar isə bizim öz milli şəkilçilərimiz deyil, yəni alma şəkilçilərimizdir. Ola bilər ki, uşaqlar, leksik şəkilçidə alma sözlərimiz var ki, leksik şəkilçi öndə gəlir. Öndə gələn şəkildir. Məsələn, deyirəm, bir vəfa. Öndə gələn söz görürsə, bunlar hamısı leksikdir. Vəfa sözün kökü. Vəfa sözündən bir vəfa sözü. Məsələn, na-kişi. Na-leksik, kişi olacaq, nə? Qrammatik. Kök, sözün kök. Sözün kökü. Demək, na-leksik sözün kökündə kişi sözü olacaq. Bir də uşaqlar, laşla laşı keçilərimiz var. Laş, ləş, bir də lan, lən. Yadda qalmalar bunlardır. Laş, ləni. Elə olur ki, biz lanı ayrı leks götürürük. Elə olur ki, şunu ayrı leks götürürük. Elə sözlər olur ki, biz laşı bir yerdə leks götürürük. Məsələn, lan dedik eyni ilə. Lanı elə olur ayrı leks götürə bilirik. Nını ayrı leks götürürük. Elə olur ki, lanı bir yerdə leks götürürük. Bunu necə fərqləndirdik? Xəyalən mağını yardırdı. Məsələn, anonimlər necə idi? Üz sözü, necə işlətirdik anonim kimi? Üzmək. Üzmək, xəyalən mağını yardırdı bilir, bir də insan özü. İkisi də həqiqi mənada olmalıdır. Bax, bu da eyni ilə. Xəyalən sözə mağmək artırı bilirsənsə, artır bax, parçalar, fərqi yoxdur. Buna mağmək artırı bilirsə leksik olacaq. Buna da mağmək artırı bilirsə leksik olacaq. Elə olur ki, buna mağmək artırırsa sözün mənası olmur. Deməli, bu bir yerdə leksik edəcək. Yəni, yalnız bax, bura artırılır. Yaxşı mı? Əgər ayrılıqda mağmək artıra bilirsənsə, bu sözləri parçalayıb ayrı-ayrı leksik götürəcəksən. Bax, lanlar da eynilə. Lanı ayrı leksik, nunu ayrı leksik. Olmazsa, bir yerdə lanı birlikdə leksik götürəcəksin. Sonra, söz yaradıcılığında nələr öyrənirik uşaqlar? Bunları da qeyd edeyim. Söz yaradıcılığında əsas sırlardan biri də eyni köklü sözlərdir. Eyni köklü sözlərimizin 2 dənə aşağı sözü var. Bir neydi? Sözün eynidir, sadə ola bilməz. Harada sadə söz görürüz, o variantı silin. Eyni köklü sözdə də sadə söz ola bilməz. Yəni, bir kök, bir qrammatik şəkilçi dolu sadə sözdür ya, yalnız köklü sözlərimiz yox. Leksik onu düzəltməli. İkinci qaydamız, müsbət sözlər bir-birinə kökcə yaxın olmalıdır. Kök yaxın. Məsələn, deyirəm ki, güldan, gülçü, gülmək. Yerə deyirəm məsələn, evli, evdar, yerə deyirəm evdən, çıxış olan. Bunlarda sizcə birincisində hansı eyni köklü olmaz? Gülmək. Gülmək. Niyə görə? Gül ismindən, gül ismindən güldan yaranır. Bu güldana gül qoymasa, o güldan olmaz ki, onun sözü kökü güldən gəlir. Gül ismindən, gülmək filindən yox. Gül ismindən gülçü, yəni o gül əkən, güllə məşğul olan şəxs. Amma gülmək filindən mağmək özü ayrılıqda qrammatikdir. Amma sözü xəyalən mağmək artıra bilirsə, məsələn, lanlaşlarda dedik ya, onlar leksik olacaq. Amma mağmək məqsəd şəkilçisi özü qrammatikdir. Bunun kökü də feildir. Bunlar uzaq kökcə. Bunlar da gül ismindən gül feili aid deyil. Nə sadədir? Yine bu variantda çıxır. Evli, evdar, evdən sözündən nasıl olar? Evdən. Evdən. Niyə? Ev sözündən evli, yeni söz. Ev sözündən evdar qadın, məsələn, yeni söz. Ev sözündən evdən. Burada çıxışlıq alır. Köklə eynidir, amma qrammatikdir. Demiş ki, sadə söz olmasın. Ona görə çıxırıq.
Deməli, qrammatik şəkil keçilərimiz ismin mənsubiyyətidir, ismin hal şəkil keçiləri, sonra xəbərli şəkil keçiləri, bunlar hamısı qrammatik şəkil keçiləri. Sözün yalnız formasını dəyişir. Görürük ki, yeni bir söz yarata bilmir. Amma uşaqlar çox vaxt lıq-lik qarışdırır. Lıq-lik həmişə leksi şəkil keçirir. Yaxşımı? Lıq-lik harada görürsünüz, ikisi kimi götürürsünüz. Daha sonra çünki sözlərdə çox sadə. Sadə olanları atırsan, köçə yaxın olmayanlardan çıxırsan. Söz yaradıcılığında uşaqlar, mən sizə onu demirəm ki, ay bu leksi şəkil əzbərləyin, ay bunu qrammatik əzbərləyin. Sadəcə sözləri təhlil edib yadda saxlamalıyıq. Məsələn, alovlanmaq sözü var. Feillərdə qrammatik məna növlərində bunlara çox rast gələcək bu sözlərə. Sözün kökü nə olacaq? Alov sözündən. Alovlamaq deyə bir feilimiz yoxdur, var yadda saxlayın. Alovlamaq. Dilimizdə, ay müəllim, mən bəlkə alovlayıram olmalı. Alovlama bilməm. Alovlamaq deyə sözümüz yoxdur. Ona görə lanı parçada bilmirsiniz. Amma alovlanmaq deyə bilirsən. Lan leksik, maq nə olacaq? Qrammatik. Maqda nə qrammatik? Amma salamlaşmaq sözümüz var. Salamlaşmaq. Sözün kökü nə olacaq? Mənalı olmaqda. Salam sözündən salamlamaq deyə bilirsən. Deyirsən də salamlamaq. Salamlaşmaq deyə bilirsən. Deyə bilirsən. İki leksik. Maq da həmişə nə olur? Qrammatik. Sonra digər buna bənzər sözlərimiz də var. Yəni onları da deyib, onları da deyib. Məsələn, deyirəm ki, ayaqlaşmaq. Yenə deyirəm ki, vidalaşmaq. Bu sözləri feillərdə çox rast gələcəksiniz. Testlərdə də rast gəlir, ən çox feil bölməsini yazıyor. Sözün kökü nə olacaq? Ayaqlaşmaq sözü. Kimləsə ayaqlaşırsan, ayaq sözündən ayaqlamaq deyə feilimiz yoxdur. Ayaqlaşmaq. Kimisi ayaqlaması daha doğrusu ayaqlamaq. Ayaqlamaq deyə feil. Ayaqlaşmaq, almaq artıq deyirsən leksik. Ayaqmaq deyə. Yaxşımı? Məsələn, vidalaşmaq. Vida sözündən vidalamaq deyə yoxdur. Vidalamaq deyə bilməsin. Vidalaşmaq. Bu sözləri ümumiyyətlə yadda saxlayın. Feildə çox rast gələcəyimiz sözlər. Alovlamaq, salamlaşmaq, ayaqlaşmaq, vidalaşmaq. Bir də üzləşmə sözümüz var. Üzləşmək. Sözün kökü nə olacaq? Üzləmək deyə feilimiz var, üzləmək. Yox, üzləşmək var. Var. Deməli, üzləşmək artıq leksik. Maqni sözü qrammatik. Çətindir bunlar? Yox. Amma bunları yadda saxlayın. Çünki feil bölməsində bunları bir daha sözdə feilin məna növlərinə keçəndə lazım olacaq sözlərə görə. Məsələn, şır şəkilimiz var, qarşılıq birgənin növdə. Sən üzləmək, üzləşmək parçalasan, deməli sən bu qarşılıq birgəni növdə götürəcəksən. Amma ləş şəkilisi olanda sən onu götürə bilməzsən. Onu diqqət edilməz ki, ləş olmur. Yəni vidalaşmaq sözünü. Qarşılıq birgəni növdə götürə bilərsən. Amma vidalaş üçün getdiyi üçün laş deşikisi yoxdur. Şır deşikisi var, iş deşikisi var, amma laş deşikisi yoxdur. Sözləri ki, təhlil edək. Daha yaxşı yadımızda qalsın edək. Məsələn, deyirəm qarışdıq. Sözün kökü nə olacaq? Qarış. Qarış. Niyə qar olmur? Qar bir sözümüz də var. Niyə qar götürürsən? Çünki qarışdıq sözünün o göydən yağan qarla heç bir aidiyyəti yoxdur. Deməli, sözün kökü də bu sözünə aidiyyət olmalı. Sözün kökü olacaq qarış. Dıq necə təhlil edilir? Bax, bu bir həmisi var. Qarışdıq o. Qarışdıq biz. Şəxsləri ayrı olduğu üçün bunları parçalayın. Harada görürüz parçalayın. Bir uşaqlar, gözlədim sözü var. Sonra sevin sözü var. Gözlədim sözü kökü nə olacaq? Göz. Göz. Sən gözünlə gözləyirsən. Yəni bu bir qaydadır. Yəni deyirlər ki, belədir. Gözünlə gözləyirsən. Gözləmək deyə bilirsən. Deməli, nə olacaq? Gözləmək deyə bilirsən. Gözlədi o, gözlədim mən. Yaxşımı? Sevin sözü kökü nə olacaq? Sevin. Sevin. Niyə sevin götürməyik uşaqlar? Hər sevən sevinmir. Bax, belə yadlasaq. Hər sevən sevinmir. Ona görə sözün kökü olacaq sevin sözü. Sevin sözündən olacaq sevin sözü. Leksik düzəltmə sözüdür. Amma ki, bir dənə leksik var. Bunu məsələn çaşdırmaq testlərə belə iki sözdür. Uşaqlar deyir ki, sevindən sevin, hər sevən sevinmir. Bax, bunu belə yadlasaq. Sonra, göyərti sözümüz var. Məsələn, bu sözləri deyirəm, çox testlər rast gələcəksiniz. Məsələn, çox uşaqlar bunu gözlə sözündən götürür.
Gözünlə gözləyirsən kimsə. Məsələn, layiq göyərti sözü. Sözün kökü nə olacaq? Göy. Nə olsun göyərti rəngi yaşıldır? Yenə göydən gəlir. Göy sözündən göyərmək, deyə bilirsən də, armək, göyərti. Yaxşı mı? Sözün başlanğıc forması nə olacaq elə? Yox, başlanğıc forması. Göyərti. Göyərti sözün başlanğıc formasıdır. Desəm, hansı hissəsindən yarılır? T'ni silirik, göyərmək deyilmək demək, feildən yarılır. Feildən yarılır isim olur. Yaxşı mı? Daha sonra gəl, onda bir-iki dənə söz təhlil edək, sizə daha aydın olsun. Məsələn, uzun sözlərdən baxaq. Deyirəm ki, yenilikçilərə sözü baxaq. Ancaq söz yaradıcılığı belə sözləri təhlil edə, yenilikçiləri. Sözün kökü nə olacaq? Yeni sözündən lik dedik, həmçinin nədir? Leksik. Yenilik, yenilikçi, yeni leksik. Lər, kəmçəsi nə olacaq? Var, kəmçə deyilsə, var, lər. Həmçə qrammatikdir. Məsələn, çünki bir dənə yenilikçi insan var burada. Deyil. Bu bir dənə yenilikçi insan. İstəyir 10 dənə yenilikçi insan olsun. Yəni, o yeni insan da, yəni 3 dənə olsun da, cəmləri. Yenə də o, heç bir forması dəyişim, sadəcə formaları dəyişim, bir dənə 3 dənə oldu. Amma yenə qrammatikdir. İndə qrammatik, yenilikçiləri. Daha sonra sınaqlardan da sözünə baxaq.